Əl-Casiyə, Diz çökənlər surəsi. Mərhəmətli və rəhimli Allahın adı ilə. Ha-Mim. Bu kitab qüdrətli, müdrik Allah tərəfindən nazil edilmişdir. Həqiqətən göylərdə və yerdə möminlər üçün dəlillər vardır. Sizin yaradılışınızda və Allahın yer üzünə yaydığı canlılarda qəti iman gətirmiş insanlar üçün neçə-neçə dəlillər vardır. Gecə və gündüzün bir-birini əvəz etməsində, Allahın göydən yağmur endirib onun vasitəsilə yeri ölümündən sonra diriltməsində və küləkləri istədiyi səmtə yönəltməsində düşüncəli insanlar üçün də dəlillər vardır. Bunlar Allahın ayələridir. Biz onları sənə bir həqiqət kimi oxuyuruq. Onlar Allaha və onun dəlillərinə dair sözə inanmadıqdan sonra daha hansı sözə inanacaqlar? Vay halına iftiraçının və günahkarın! O, Allahın ona oxunan ayələrini eşidir və sonra sanki onları eşitməmiş kimi təkəbbür göstərərək inatkarlıq edir. Beləsini ağrılı-acılı bir əzabla müjdələ. O, ayələrimizdən bir şey öyrəndiyi zaman ona lağ edir. Məhz belələri üçün alçaldıcı bir əzab vardır. Qarşıda onları cəhənnəm gözləyir. Nə qazandığı şeylər, nə də Allahdan başqa tutduqları himayəçilər onları əzabdan qurtara bilməyəcəklər. Onları böyük bir əzab gözləyir. Bu Qur'an doğru yol göstəricisidir. Rəbbinin ayələrini inkar edənləri ən pis cəza, ağrılı-acılı əzab gözləyir. Gəmilərin onun əmri ilə dənizdə üzməsi və sizin də onun lütfündən axtarmanız üçün dənizi sizin xidmətinizə verən Allahdır. Bəlkə şükür edəsiniz. Göylərdə və yerdə olanların hamısını O, sizin xidmətinizə vermişdir. Həqiqətən bunda düşünən adamlar üçün dəlillər vardır. İman gətirənlərə de ki, Allah qazandıqları günahlara görə hər hansı bir tayfanın cəzasını versin deyə, Allahın əzab günlərini gözləməyənləri bağışlasınlar. Kim yaxşı iş görsə, xeyri özünə, kim də pislik etsə, zərəri özünə olar. Sonra siz Rəbbinizə qaytarılacaqsınız. Biz İsrail oğullarına kitab, hökmranlıq və peyğəmbərlik bəxş etmiş, onlara pak neymətlərdən ruzi vermiş və onları aləmlərdən üstün etmişdik. Onlara dinə dair aydın dəlillər vermişdik. Amma elm onlara gəldikdən sonra aralarındakı paxıllıq üzündən ixtilafa düşdülər. Şübhəsiz ki, sənin Rəbbin ixtilafa düşdükləri məsələlər barəsində qiyamət günü onların arasında hökm verəcəkdir. Sonra sənə də dində şəriət yolu göstərdik. Sən ona tabe ol və haqqı bilməyənlərin istəklərinə tabe olma. Çünki onlar səni heç bir vəclə Allahdan qurtara bilməzlər. Şübhəsiz ki, zalimlar bir-birinin himayədarıdırlar. Allah isə müttəqilərin himayədarıdır. Bu Qur'an insanlar üçün açıq-aydın bir dəlil, qəti inananlar üçün isə doğru yol göstəricisi və mərhəmətdir. Yoxsa günah qazananlar onları həyatda olduğu kimi ölümlərindən sonra da iman gətirib yaxşı işlər görənlərlə eyni tutacağımızı güman edirlər. Nə pis mühakimə yürüdürlər.
Allah göyləri və yeri ədalətlə yaratmışdır ki, hər kəs qazandığının əvəzini alsın. Belə ki, onlara heç bir haqsızlıq edilməyəcəkdir. Nəfsinin istəyini ilahiləşdirən şəxsi gördünmü? Allah əzəli elmi sayəsində onu azğınlığa saldı, qulağını və qəlbini möhürlədi, gözünə də pərdə çəkdi. Allahdan başqa kim onu doğru yola yönəldə bilər? Məyər düşünüb anlamırsınız? Onlar dedilər, həyat ancaq bizim dünya həyatımızdır. Kimimiz ölür, kimimiz də doğulur. Bizi öldürən ancaq zamandır. Bu haqda onların heç bir biliyi yoxdur. Onlar ancaq zənnə qapılırlar. Bizim aydın ayələrimiz onlara oxunduğu zaman onların dəlili, əgər doğru deyirsinizsə, atalarımızı dirildib gətirin deməkdən başqa bir şey deyildir. De ki, Allah sizə həyat verir, sonra öldürür, sonra da sizi gələcəyinə heç bir şəkki şübhə olmayan qiyamət günü dirildib bir yerə toplayacaqdır. Lakin insanların çoxu bunu bilmir. Göylərin və yerin hökmranlığı ancaq Allaha məxsusdur. O saatın gələcəyi gün, məhz o gün yalan danışanlar ziyana uğrayacaqlar. Sən həmin gün bütün millətləri diz çökmüş görəcəksən. Hər millət öz əməl kitabına tərəf çağırılacaqdır. Bugün sizə etdiyiniz əməllərin əvəzi veriləcəkdir. Bu bizim sizin əleyhinizə həqiqəti söyləyən kitabımızdır. Şübhəsiz ki, biz sizin etdiyiniz əməlləri yazdırmışıq. İman gətirib yaxşı işlər görənlərə gəlincə, Rəbbi onları öz mərhəmətinə qovuşturacaqdır. Bu, açıq-aşkar müvəffəqiyyətdir. Kafir olanlara gəldikdə isə, onlara deyiləcəkdir. Məyər ayələrim sizə oxunmurdumu? Siz isə təkəbbür göstərirdiniz və günahkar adamlar idiniz. Sizə Allahın vədi haqdır və o saada heç bir şəkki şübhə yoxdur deyildiyi zaman, biz o saatın nə olduğunu bilmirik. Onun ancaq bir zənn olduğunu güman edirik. Biz buna əmin deyilik deyirdiniz. Onların etdikləri pis əməllər özlərinin qarşısına çıxacaq, istehza etdikləri əzab onları bürüyəcək və onlara deyiləcəkdir. Siz bu gününüzlə qarşılaşacağınızı unutduğunuz kimi, biz də bugün sizi unudacağıq. Sizin sığınacaq yeriniz cəhənnəmdir. Sizin köməkçiləriniz də olmayacaqdır. Bu ona görədir ki, siz Allahın ayələrini məsxəriyə qoyurdunuz və dünya həyatı sizi aldatmışdı. Bugün onlar oradan çıxarılmayacaq və onlardan tövbə etmələri tələb olunmayacaqdır. Göylərin Rəbbi, yerin Rəbbi və aləmlərin Rəbbi olan Allaha həmd olsun. Göylərdə və yerdə böyüklük yalnız ona məxsusdur. O, qüdrətlidir, müdrikdir.